Salam uşaqlar. OTK 2024 9-cu siniflər üçün olan sınaqların 6-cısı. 5-ci sual. Əziz Tom, mən sənə yazıram. Biləsən ki, layihənin son vaxtı, yəni deadline bir şeyi son çatdırma müddəti. Son çatdırılma müddəti dəyişib. Bu qərar diqqətlə hazırki iş saatlarını nəzərə alandan sonra dəyişilib. Qərara alınıb, yəni. Zəhmət olmasa öz cədvəllərini diqqətlə yenilə. Anlayışın üçün təşəkkür edirik. Mike yazıb bunu Toma. Adı deyir ki, layihənin deadline-ı, yəni bitmə müddəti tezliklə dəyişiləcək. Xeyr, artıq dəyişilib. B variantı deyir ki, Tom təşəkkür edir Mike'a anlayışına görə. Xeyr, Mike Toma təşəkkür edir. C-də deyir ki, layihənin deadline-ı altered. Alter sözü change sözündən sinonimdir. Dəyişilib deməkdir elə, bu düzdür. Cavab C. D-də deyir ki, Tom Mike'dan xahiş edir cədvəlini yeniləməyi. Xeyr, Mike Tomdan xahiş edir. Y-də də deyir ki, without careful consideration, yəni diqqətlə nəzərə alınmadan, bu işlər alınmadan yox, without yox, with yazılmalıydı. 6-cı sual. Əziz şagirdlər, təmir işinə görə məktəb mayın 10-u bağlanacaq. Bütün dərslər və fəaliyyətlər təxirə salınır. Şagirdlərdən gözlənilir ki, buraxılmış hər bir işi müstəqil şəkildə özləri bərpa etsinlər. Müəllimlər onlara təlimatlar verəcək ki, bu buraxdıqları materialları falan necə bərpa eləsinlər. Biz bunun səbəb olduğu narahatlıqlara görə üzr istəyirik. Inconvenience narahatlıq. Apologize, üzr istəmək. A variantında deyir ki, bütün siniflər və fəaliyyətlər mayın 10-u keçiriləcək, will be held, səhvdir. B variantında deyir ki, məktəb mayın 10-u təmirə görə bağlı olacaq. Bəli, B variantı doğrudur. 7-ci sual. Deyir ki, illik, annual illik deməkdir. İllik velocity-də, yəni velosiped şəhərciyində olan turda finish xəttini keçməyə hazır olun. Həyəcanlı velosiped yarışı şəhərin mərkəzində, şəhərin ürəyində yazılıb heart, yəni mərkəzində. İyulun 10-unda baş tutacaq. Əgər hazırsansa bizə qoşul. İndi bizə deyir ki, səhvi tap. A variantında deyir ki, yarış iyulun 10-u keçiriləcək. Bu düzdür, iyulun 10-u keçiriləcək. Səhv deyil bu. B-də deyir ki, onlar anybody, kimisə dəvət eləyirlər yarışa qoşulmağa. Bəli, dəvət eləyirlər. Deyir, hazırsansa gəl qoşul bizə. C-də deyir ki, iştirakçılar şəhərin around the city, şəhərin ətrafında yarış edəcəklər. Ətrafında deyil axı. Bu hələlik qalsın. D-də deyir ki, yarış söz verir ki, bütün bacarıq levellərində həyəcan olacaq. Bəli, həyəcan deyir. Y-də də deyir ki, velo şəhərcik turu foot race-dir. Foot race, yəni ayaqla edilən turdu şəhərdə. Xeyr, ayaqla edilən deyil, elə yeymiş cavab. C variantında deməli, around the city elə through the city sözünün sinonimimiş. Through, around, içərisindən, ətrafından. Mətni oxuyaq. Azərbaycan palçıq vulkanlarına görə tanınır. Dünyada palçıq vulkanlarının yarıdan çoxu ölkədə yerləşir. Bu nadir geoloji xüsusiyyətlər Xəzər dənizi və ətraf regionların sahil ərazilərində var. Ən məşhur vulkanlardan, palçıq vulkanlarından biri Azərbaycanda Yanardağdır və Yanar zirvədir ki, və iki dənə adını demək olar da, Yanardağ və yaxud da Burning Mountain ingilisini çevirib demək olar. Abşeronda yerləşir. Ənənəvi palçıq vulkanlarından fərqli olaraq Yanardağ alov buraxır, təbii qaz buraxır, yəni yerə. Qısa, bütün cümlələri cümlə eləmirəm, qısa keçirəm üstündən ki, vaxt çox gelməsin. Digər görünə bilən məşhur palçıq vulkanlarından biri Azərbaycanda Qobustan, Ələt və Şamaxı regionlarında yerləşənlərdir. Bu yerlərdə çoxlu turistlər olur, alimlər olur. Qeyri-adi landşaftına görə, geoloji quruluşuna görə
əhəmiyyətinə görə oranı tədqiq eləyirlər. Palçıq vulkanlarının önəmli rolu var. Bu sözü bilin, crucial, önəmli, yəni necessary, important sözlərlə sinonimdir. Ölkənin təbii irsidir, heritage, irs və vacib rol oynayır turist cəlb etməsində, turistlərə Azərbaycan nadir yerlərinin öyrədilməsində və s. Palçıq vulkanları Azərbaycanda yalnız gözəl görünüşünə görə yox, həmçinin yer kürəsinin geoloji proseslərini öyrənmək üçün, tədqiq etmək üçün də geoloqlar üçün vacib yerlərdən biridir. Deməli, 8-ci sualda deyir ki, hansı doğrudur? A-da deyir, Yanardağ ənənəvi palçıq vulkanıdır ki, davamlı olaraq palçıq ifraz edir. Palçıq ifraz eləmir, Yanardağ qaz ifraz edir. B-də dünyanın palçıq vulkanlarının çoxu Azərbaycanda yerləşir. Bəli, yarıdan çox olsa deməli çoxudur. B variantı doğrudur. Sual 9. Mətn əsasən nə haqqındadır? A-da deyir ki, Azərbaycanda turizmin iqtisadi faydaları nə əlaqə? B-də deyir ki, Azərbaycanda palçıq vulkanlarının geoloji xüsusiyyətləri və əhəmiyyəti. Bəli. 10-cu sual. Yanardağ harada yerləşir? D-də Abşeron regionunda. Cavab A. 11-ci sual. Palçıq vulkanları Azərbaycanda vacibdir çünki 1. Onlar vacib turist cəlb etməsində rol oynayır. Ola bilər 1-dir. 1-də 2-dir. Onlar geoloqlar üçün tədqiqat yerləridir. 1-2. 3-də deyir ki, yalnız dünyada yeganə palçıq vulkanları odur. Yox. 4-də deyir ki, yalnız sahil ərazilərində var. Xeyr. Kənar bölgələrdə də var. 1-2. 12-ci sual. Hansılar doğrudur? 1. Yanardağ təbii qaz kimi alovlar buraxır. Bəli. 1 düzdür. 2. Palçıq vulkanları Azərbaycanda əsasən daxili regionlarda yerləşir. Burada inland sözü məncə yox idi. Qalsın elə. 3-də deyir ki, Azərbaycanın palçıq vulkanları turizm üçün önəmlidir, elmi tədqiqat üçün önəmlidir. Bəli. 4-də deyir ki, Qobustan regionu o ərazilərdəndir ki, orada əhəmiyyətli palçıq vulkanları tapıla bilər. Bəli. Qobustan adı var idi. Deməli, 3 düzdür, 4 düzdür, 1 düzdürsə, elə 3-dən cavab olar. 2 ola bilməz. 5-də də deyir ki, Qobustanda heç bir palçıq vulkanı yoxdur. Səhvdir. 13. Cümlə düzəltmək. Bunun izahı yoxdur. Əslində yenə deyim, mübtədanı qoyaq. Scientists, alimlər sent göndərir. Rockets into space every year. Da Ahmet Sunov imiş. Bay da var. Rockets are sent into space by scientists every year. Və every year əvvələ də gələ bilər. Daha bunlar bir-bir variantlara baxmıram. 14-cü sual. Doğru variantı seçək. Deməli, məsələn, 2-də elə gözümə sataşdı ki, 2-ci sualda köməkçi fe'l hanı? Do students write olmalıydı. Bir dənə mübtədaya sual verəndə do does'dan diddən istifadə eləmirik. Təsdiqdə sual veririksə. Bunu keçməmişik, ya da keçəcəyik. Birincidə hansı what kind of experiments are conducted? Bu düzdür, ola bilər. 2 səhvdir. Did köməkçi fe'li yoxdur. Wrote keçmiş zamandır. Did gəlməliydi. Wrote da qayıdıb write olmalıydı. Aynen B çıxdı. 7-də də 1 yoxdur. 7 çıxıb. 3-də how often are spacewalks trained? Ola bilər. 4 niyə səhvdir? Sualda to be fe'li qabağa keçməlidir. Are sonra spacewalks. Niyə axırda qalıb? Ona görə 4-də səhvdir. 1-dən 3 oldu. 15-də supply təchiz etmək, provide təchiz etmək. 1A. Backpack bel çantası. C variantında baxın. Burada back sözü var. Belində daşıdığın ləvazimat. 2 gedir. C. Sonra repair təmir etmək. Təmir etməkdə D variantı. Broken. Baxın, sınmış bir şey fix bərpa etmək. Repair, fix sinonimdilər. Deməli, 1-də oldu A, 2-də oldu C, 3-də də oldu D. B qaldı boş. Cavab A. 16-cı sual. Opening ceremony. Deməli,
by Morrison ceremony tək isimdir. Bizə zaman göstərməyib. Özümüz tapmalıyıq. Ceremony tək isim olduğuna görə have cəm xəbərdir, olmaz. Were cəm xəbərdir, are cəm xəbərdir. Bunlar getdilər. Qaldı aynanca. Məchul növdə, bilirik ki, məchul növdə. Hardan bilirik? Mübtəda canlı deyil, seremoni mərasimdir. Cansız mübtəda öz nəsə eləyə bilər? Yox. Deməli, məchul növdə olmalıdır. Məlum növdə ola bilməz. Bunun üzərində nə isə edilə bilər. Bu öz nəsə eləyə bilməz. Məchul növdə həzin yanında bin olmalıydı. Həz bin ətəndir. Ona görə bu da olmur. Cavab A. 17. Is vergi ilə ayrılan alternativ suallardır. Burada is yazılıbsa, bu tərəfində də isn't olur. Isn't it A variantı. 18-ci sual. About delicious cookies. Cookies cəm isimdir. 200 cookies deyə bilmərik. 200 of olsaydı bəlkə olardı. Bu getdi. Only'dan sonra a little gələ bilər. Amma a little'dan sonra nə gəlir? Sayılmayan isim. Cookies cəmdir. Görürsünüz, cəm xəbər də verilib burada. A getdi. The number of'dan sonra gəlirdi. Cəm isim, tək xəbər. Amma word cəmdir. Bu getdi. A lots of sözü yoxdur. Belə bir şey yoxdur. Ya lot of olur, ya a lot of olur, ya da lots of olur. A lots of deyə bir ifadə yoxdur. 100 ola bilər. 100 100 deməkdir. 100-dən sonra cəm isim gələrdi. Yəni birdən başqa bütün sayılardan sonra cəm isim gələr. Gəlib də cookies. 19. Who will open the windows? Deməli, pəncərəni deyir ki, kim açacaq? A variantında deyir ki, Kevin is bin. Birincisi islə bin ola bilməz. Ona görə başqa şeylərə baxmağa ehtiyac yoxdur. B-də will be opened düzdür. Mübtəda will be P2. Gələcək zamanda məchul düsturu. C-də somebody is opened zamanı da dəyişdirib. Somebody də qoya bilməz. Mübtəda somebody niyə oldu? Kim açılacaq? Kimsə açılacaq. Pəncərə açılacaq deməlidir. D variantında were-ün yanına bin yazıb olmaz. Y variantında zaman dəyişib. Mən sualı gəldiyi zamanda vermişəm. O cavabı necə keçmiş zamanda verib. Ona görə olmaz. Sonra sual 20. Hansı cümlələr məchul növə çevrilə bilmir? Tamamlığı olmayan cümlələr çevrilə bilmir. Tamamlığın olub-olmağını hardan tapaq? Xəbərdən sonra gələn feil, daha doğrusu isim ya da əvəzlik tamamlıqdır. Bir də typed yazdı xəbər, letter məktub nə? İsimdir, tamamlıqdır da deməli. Deməli bunu çevirmək olar. Bizə olmayanlar lazımdır. A, B, C getdilər. Bir dənə içini bilməni 3 variantı çıxara bildik. D ilə Y-də isə qaldı 2, 3, 2, 4. Deməli 2-ni 100% çevirmək olmur. Çünki 2-də deyir ki, birdən it qapıda peyda oldu. Baxın, appeared xəbərdir, peyda olmaq. Ondan sonra isim var, yoxdur. Əvəzlik var, yoxdur. Deməli tamamlıq yoxdur da. 3-də Browns left for seaside. Left feildir. Leftdən sonra tamamlıq yoxdur, isim yoxdur. Deməli çevirmək olmur. Amma 4-də used istifadə etdi, gəlib new word. Yeni söz, isim gəlib. Deməli bunu çevirmək olur. İsim varsa, əvəzlik varsa tamamlıq var deməli. Cavab D. 2, 3. 21-ci sual letters cəm isimdir deyə. Deməli məchul növ qoymalıyıq. Niyə? Çünki letters məktubdur, cansız bir isimdir, özü nəsə eləyə bilməz. Məchul növdə have, has, had. Bunların üçün də yanında bin olmalıydı. Heç birində yoxdur. Üçünü də çıxartdıq. Y-də will var, willin də yanında be olmalıdır, will be. Bunu da çıxartdıq. Cavab 22. Sinonimi. Are sent göndərildi, are transmitted, bu da göndərildi. O birlərin hamısında xəbər təkə çevirib. Cəm xəbər təkə necə çevirim, zaman necə dəyişim? 23. İsmin yəlikalı. Anne invite her sister to the party. Biz burada desək ki, invite xəbərdir. Bəs isimdə də yəliyalıdır. Tutaq bunu. Cümlənin yəliyalı yoxdur axı başqa. Xəbəri yoxdur axı başqa. Deməli bu yəliyalı ola bilməz. B-də Anne's sister was invited düzdür. Anne bir nəfərdir, apostrof S artırılıb, ondan sonra sister yazılıb, bacı düzdür. İsmin yəlkalı var və tək xəbər. C variantında Anne's sister, tamam burası düzdür. Amma sister tək isimdir, word cəm xəbərdir. Ola bilməz. D variantında sister cəm isimdir, is tək xəbərdir, tərsinə. Ola bilməz. Y variantında sisterə apostrof S artırmaq lazım deyildi burada. Ümumiyyətlə belə bir cümlə yoxdur, səhvdir bu. 24. Only some passengers are supplied with tickets.
Bu so, do, neither, do qaydasıdır. Qayda kitabının sonlarındadır. Hazırlıqda biz elə buna çatmamışıq. A variantında so, are, we ola bilər. Burada hansı köməkçi feil varsa biz də bundan istifadə edirik. Were zamanı dəyişib, do deyil. Burada biz niyə do yazaq? Didlə will də deyil. Cavab A. 25. Sinonimlər tapırıq. Angry əsəbi, furious əsəbi 1 düzdür. Scared qorxmuş, delighted məmnun 2 deyil. Surprising təəccüblü, amazing də möhtəşəm. Surprising də heyrətləndirici kimi demək olar da, heyrətləndirici, möhtəşəm. Üsü götürüblərsə əgər, bunlar sinonim kimi götürmək olar. 4-də interesting, maraqlı, boring, sıxıcı. Bu antonimdir. 5-də tired, yorğun, exhausted, yorğun. Bu da sinonimdir. Bu qədər. Suallarınızı yaza bilərsiniz. Sağ olun.